yaşa görə pensiya təyin edilmiş şəxs pensiya təyinatından sonra işləməkdə davam etdikdə bu iş dövrünün 6 ili tamam olduğu gün pensiyası avtomatlaşdırılmış qaydada yenidən hesablanır. Yəni, elə bir 71 yaşına qədər işləməlisiniz ki, pensiyanız təzədən artırılsın. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb, bildirilib ki, onun pensiyaya çıxdıqdan sonraki dövrdə işləyərək fərdi hesabında topladığı pensiya kapitalı 72-yə bölünür və yekun məbləğ pensiyasının üzərinə əlavə edilir. Yəni, 6 il vurulur 12 aya belə deyək. Bu, proaktiv xidmət işləyən pensiyaçıların pensiyalarına artımların onların bunun üçün müvafiq quruma müraciət etməsinə ehtiyac qalmadan həyata keçirilməsini, prosesin operativ və vətəndaş məmnunluğuna uyğun icrasını təmin edir. Qeyd edilib ki, Nazirlik tərəfindən qurulan proaktiv mexanizm yalnız pensiya təyinatının deyil, pensiyanın yenidən hesablanmasının elektron sistem üzərindən avtomatik həyata keçirilməsinə imkan yaradır. Bu barədə məlumatı Teleqraf Agentliyi yayıb.